Əgər müəllim vicdanla dərs keçmirsə, həkim xəstəyə məsuliyyətsiz yanaşırsa, məmur vətəndaşa hörmət etmirsə, sahibkar keyfiyyətsiz məhsul satırsa, sürücü yol hərəkət qaydalarını pozursa, bunların hamısı vətənə vurulan zərbədir. Gənclərə də demək istəyirəm, vətənpərvərlik təkcə emosional his deyil. Bu, intizamdır, bu birlikdir, bu zəhmətdir, bu öz üzərində işləməkdir. Güclü dövlət yalnız güclü iqtisadiyyatla deyil, həm də savadlı, vicdanlı və məsuliyyətli vətəndaşlarla olur. Tarix bizə göstərib ki, bir milləti yalnız xarici düşmən zəiflətmir. Laqeydlik, məsuliyyətsizlik, biganəlik və öz işinə etinasız yanaşmaq da cəmiyyəti zəif salır. Vətən bizdən pafoslu çıxışlar istəmir. Vətən bizdən nəticə istəyir. Vətən bizdən məsuliyyət istəyir. Vətən bizdən birlik istəyir. Ona görə də gəlin bir şey unutmayın. Vətənpərvərlik alqış toplamaq üçün deyil. Vətənpərvərlik ömür boyu daşınan məsuliyyətdir.